Ordun varsa yurdun var deyərlər. Hər bir ordunu güclü edən isə onun şəxsi heyəti ilə yanaşı arsenalında olan silah-sursatı və döyüş texnikalarıdır. Zəfərin 5-ci il dönümünə həsr olunan hərbi paradda ilk dəfədir nümayiş olunan silah və hərbi texnikalarda ordumuzun nə qədər güclü olmasının göstəricisidir. Azərbaycan üçün təhlükəsizlik və müdafiə məsələsi daim ən prioritet məsələ olaraq qalır. Hər il silahlı qüvvələrimizin təminat və təchizatına ayrılan xərclərin artırılması bunun bariz nümunəsidir. Ordumuzun arsenalında müasir standartlara cavab verən, yeni dövrün tələbləri ilə ayaqlaşan xeyli silahlar görmək mümkündür. Məsələn, götürək Pakistandan aldığımız GF-17 Thunderblok 3 qırıcılarını. Bu qırıcıların hərbi hava qüvvələrimizin silahlanmasına qəbul edilməsi ordumuzun döyüş potensialına kifayət qədər müsbət təsir edir. Sözgedən qırıcılar indiyə qədər girdikləri bütün hava döyüşlərindən qalib ayrılıb. Qırıcıların sürəti saata 1900-2000 km-ə qədər çatır. Yeni təqdim olunan silahlar arasında Icebreaker qanadlı raketləri də var. Bu raketlər süni intellektdən istifadə edir. GPS siqnalı olmadan belə idarə edilməsi mümkündür. Raketin yer və ya dəniz səthindən 2-5 metr hündürlükdə uçması onun müasir hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilməsini mümkünsüz edir. Digər tərəfdən isə raketin hədəfə doğru atəş açılmasından sonra yeni bir hədəfə yönləndirilməsi də mümkündür. Hərbi paradda nümayiş olunan yeni bir silah isə Serbiya istehsalı olan B-52 özü yeriyən artilleriya qurğuları oldu. Bu qurğular düşmənin cəmləşmə məntəqəsindəki şəxsi heyətini, zirehli vasitələrini, artilleriya sistemlərini, radiolokasiya stansiyalarını, təchizat bazalarını, rabitə və idarəetmə məntəqələrini sıradan çıxarmaq üçün nəzərdə tutulub. Əldə olunan daha bir yeni silah sistemi Çin istehsalı olan H-1900BY hava hücumundan müdafiə kompleksidir. Qafqaz regionunda yalnız Azərbaycan ordusunun arsenalında mövcuddur. Həm qanadlı raketləri, həm də ballistik raketləri orta və yüksək hündürlükdə məhv etmək potensialına malikdir. Hərbi paradda nümayiş olunan pilotsuz uçuş aparatları diqqət mərkəzində idi. Orbiter, Bayraktar, Hermes, Harop kimi müasir texnologiyalar Azərbaycanın qüdrətini artıran amillər hesab olunur. Müasir müharibələr yalnız kəşfiyyat xarakterli dronlar və zərbə xarakterli pualarla idarə olunmaqdadır. Bugün Azərbaycan ordusu öz reytinqinə görə ilk 50 güclü ordu arasında yer alır. Ermənistan isə müharibədə məruz qaldığı məğlubiyyət həm də itkilər, böyük itkiləri baxımından kifayət qədər aşağı yerlərdə ilk yüzlüyə belə düşə bilmir. İstənilən müharibənin gedişatında silah-sursat, texnika, avadanlıq mühüm rol oynayır. Ancaq Azərbaycan ordusunun ən qorxunc və çəkindirici silahı onun xüsusi təyinatlı qüvvələridir ki, məhz 44 günlük zəfərimizdə də həmin qüvvələrin rolu olduqca böyükdür. Vətən müharibəsinə qədər bizim yalnız 2000 xüsusi təyinatlı qüvvəmiz var idisə, yalnız hərbi paradda 4000 xüsusi təyinatlı qüvvələrin mənsubları iştirak edirdi. Və bu bizim xüsusi təyinatlı qüvvələrin yalnız bir hissəsidir. Vətən müharibəsindən sonra komanda hərbi hissələrin təsis olunması, onların peşəkarlığının artırılması ordumuzun həm də qüvvəsini gücləndirməkdədir. Müharibə dönəmindən indiyə qədər xüsusi təyinatlı qüvvələrin potensialının ciddi formada, hətta son 5 ildə daha da artırılması bir daha regional arxitekturadan və bu konjunkturanın müəllifinin məhz hansı dövlət olmasından xəbər verir. Təbiidir ki, güclü ordu, güclü dövlət deməkdir. Bu da müvafiq dövlətlərin Ermənistan da daxil olmaqla bu siyasi arxitekturada sabitlik, sülhün formalaşması üçün üzərinə götürdüyü öhdəlikləri mütləq yerinə yetirməli olduğunun və bu yöndə heç bir boşluğun olmayacağı ehtimalını da yüksək səslə səsləndirməyimizə səbəb verir. Paradda təqdim olunan silahlar bir daha onu nümayiş etdirdi ki, Azərbaycanla rəqib olmaq xülyasına qapılan ölkələr arasında kifayət qədər güc balansında böyük fərqlər var. Elə buna görə də heç kim Azərbaycanla silah yarışı sevdasına maraqlı olmamalıdır. Xatırladaq ki, ölkəmizin bugünkü gündəliyi sülh, təhlükəsizlik, rifah və inkişafdan ibarətdir. Ancaq bu o demək deyil ki, ölkəmizə qarşı hansısa təhdidləri yaratmağa cəhd edənlər dəmir yumruğu dadmayacaqlar. Sənan Bəhrəmli, APA TV.